Təsəvvür et ki, yəni sənə çox böyük belə qlobal bir vəzifə verilib. Tamamilə sıfırdan yeni və ədalətli bir cəmiyyət qurmalısan. Qulağa çox ilham verici səslənir, elə deyil? Hə, əslində uzaqdan baxanda çox romantik və ideal bir ssenaridir. Ay sağ ol, romantikdir. Amma ortada çox ciddi bir problem var axı. Sənin bu cəmiyyəti quracaq insanlar heç də boş bir kətan deyillər. Tamamilə razıyam. Yəni, onların böyük bir keçmişi var. Düzdür. Onlar 100 illərdir nəsildən nəslə ötürülən, köhnə, çaşdırıcı, bəzən isə bir-birini məhv edən vərdişlərə bərk-bərk yapışıblar. Bax, hər kəsin fərqli bir məsləhət verdiyi, səs-küyün, o xaosun, saxta adətlərin baş alıb getdiyi bir mühitdə onlara necə deyə bilərsən ki, bir dəqiqə dayanın, indiyə qədər bildiyiniz hər şey səhv idi. Bax, elə ən çətin məsələdir odur. Hə, onları bu səs-küyüdən çıxarıb necə düzgün yola yönəldə bilərsən? Yəni, bu missiya mənə çox qeyri-mümkün gəlir. Bilirsən, bu bəlkə də bəşəriyyət tarixinin ən çətin suallarından biridir və bugün incələdiyimiz o qədim ərəb mətnlərinə, yəni o dövrün cəmiyyətini kökündən sarsıdan Quran ayələrinə baxanda, məhz bu xaosun necə idarə olunduğunu görürük. Yəni, orada konkret bir fəaliyyət planı var. Əlbəttə, bizim bugün dərindən analiz etdiyimiz mövzu sadəcə quru bir dini hüquq məsələsi deyil. Bu, ilahi rəhbərlik və vəhyə tabe olmaq fəlsəfəsinin reallıqda, praktikada necə tətbiq edilməsidir. Maraqlıdır, deməli sadəcə nəzəriyyə deyil. Qətiyyən. Söhbət bir qrup insanın saxta, sonradan uydurulmuş ənənələrini bir-bir söküb, onun yerinə ilahi, sarsılmaz bir arxitektura qurmaqdan gedir. Bax, elə mənim də ən çox marağımı çəkən o sökmək və yenidən qurmaq prosesidir. Çünki mətnlər birbaşa, yəni qaydalar siyahısı verməklə başlamır, elə deyil? Bəli, çox diqqətli yanaşmadır. Birbaşa qadağalar və ya qaydalar gəlmir. Hə, yəni cəmiyyətin o qəliz qaydalarını dəyişməzdən əvvəl mətnlər ilk növbədə diqqəti başqa bir yerə çəkir. İnformasiya mənbəyinə, yəni kimə qulaq asmalısan və daha vacibi, kimə qulaq asmamalısan. Ay sağ ol, təməl budur əslində. Mənbələrdə birbaşa Peyğəmbərə və təbii ki, onun simasında bütün cəmiyyətə belə bir müraciət var ki, Allahdan qorx və kafirlərə, münafiqlərə tabe olma. Sonra da əlavə edir ki, yalnız Rəbbindən sənə gələn vəhiyyə tabe ol. Bəs mənim başa düşmədiyim bir şey var. Niyə məhz tabe olma əmri birinci gəlir? Çox yaxşı tutmusan o məqamı. Yəni, niyə əvvəlcə neqativdən, o qadağadan başlayır? Birbaşa demir ki, mənə qulaq as, deyir onlara qulaq asma. Bax, bu çox kritik bir sualdır. Çünki o dövrün sosial reallığını anlamadan bu mətnin dərinliyini görə bilmərik. Təsəvvür et ki, Mədinədəsən, yəni tamamilə yeni bir cəmiyyət qurulur. Hə, proses yeni başlayıb. Amma ətrafında münafiqlər deyilən bir qrup var. Onlar açıq-aşkar sənə qılınc çəkən düşmən deyirlər. Gizli fəaliyyət göstərirlər, yəni. Bəli, onlar səninlə birlikdə eyni bazarda gəzən, üzünə gülən, amma əslində daxildə o köhnə cahiliyyə sisteminin, yəni o əvvəlki qəbilə xaosunun davam etməsini istəyən insanlardır. Onlar dayanmadan cəmiyyətin içinə qorxu, şübhə, saxta məlumatlar sızdırırlar. Elə bir müasir dövrdəki o manipulyatorlar kimi. Tamamilə, əgər sən beynindəki o səs-küyü, o manipulyativ səsləri bloklamasan, ən mükəmməl ilahi mesaj belə o qarma-qarşılığın içində itib batacaq. Yəni, mətn ona görə deyir ki, sən birinci növbədə qulağını o səs-küyə bağlamalısan. Çünki o səslər adamı ancaq geriyə çəkir, düzdür. Düzdür, o səs-küy səni ancaq köhnə vərdişlərə, status quo-ya geri çəkəcək. Vəhyin işıqlandırması üçün əvvəlcə o yalançı pəncərələri bağlamalısan. Aydındır. Deməli, bu sadəcə kimdənsə nəsə öyrənmək məsələsi deyil, həm də çox ciddi bir zehni detoks, yəni təmizlənmə prosesidir. Bilirsən, mənə elə gəlir ki, bu ssenari zülmət qaranlıqda dəhşətli bir fırtınanın içində təyyarə idarə edən pilota bənzəyir. O, çox maraqlı bənzətmədir, ardını da görüm. Yəni, təsəvvür et, pilot pəncərədən çölə baxır, heç nə görünmür. Hər tərəf xaosdur, şimşək çaxır və arxada sərnişinlər tam bir panika içindədir.
Və bilirsən, o sərnişinlər sadəcə qışqırmırlar, onlar bəlkə də qəsdən sənə səhv koordinatlar verirlər. Çünki fırtınanın içində başqa bir istiqamətin, tutaq ki, o köhnə uçuş vərdişlərinin onları xilas edəcəyini zənn edirlər. Bax, tam olaraq bu. Bəziləri deyir aşağı en, bəziləri qışqırır sağa dön. Onlar elə o dövrün münafiqləri və o çaşdırıcı səs-küyüdür. Əgər pilot pəncərədən görünən o zülmətə və ya arxadakı o manipulativ səs-küyə qulaq assa, fəlakət qaçılmaz olacaq. Tam mənasıyla fəlakət olar, hə. Mətn sanki pilota deyir ki, bax, kənar səsləri eşit, amma onların təzyiqinə boyun əymə. Yalnız idarəetmə panelindəki cihazlara, o sarsılmaz indikatorlara bax. Yəni, o cihazlar da ilahi rəhbərlikdir, vəhyidir. Ay sağ ol. Və mənbədə bir ifadə var ki, tam da bu pilotun psixologiyasını tamamlayır. Deyir ki, Allaha təvəkkül et. O, vəkil kimi yetərlidir. Yəni, o cihaza güvən, o sənə bəs edəcək. Məhz o təvəkkül məfhumu sənin qurduğun o təyyarə bənzətməsində pilotun gözlərini pəncərədən çəkib yalnız cihazlara inanmaq qərarıdır. Yəni bu sadəcə passiv bir oturub gözləyim, hər şey öz-özünə düzələr inancı deyil. Yox, tam əksinə, çox aktiv bir qərardır. Bəli, çox aktiv və cəsarətli bir seçimdir. Təvəkkül odur ki, mən məhdud emosional və qərəzli insan ağlından gələn o səsküylü məsləhətləri kənara qoyuram və yalnız hər şeyi bilən mütləq obyektiv olan bir mənbəyə inanıram. Yəni tam bir təslimiyyət. Diqqət etmisənsə ayələrdə xüsusi bir səbəb də göstərilir. Deyilir ki, Allah sizin etdiklərinizdən xəbərdardır, o hər şeyi biləndir. Yəni, sənin o inandığın cihaz, o fəhi, bütöv mənzərəni görür, fırtınanın harada bitdiyini, dağların harada olduğunu bilir. İnsanların qurduğu sistemlər isə yalnız o anlıq qorxulara əsaslanır. Çox güclü məqamdır. Səsküyü kəsdik, idarəetmə panelinə, yəni vəhyə güvəndik. Yaxşı, bəs sonra nə baş verir? Mənbələrə nəzər salanda görürük ki, bu mütləq məlumat mənbəyi təsdiqləndikdən sonra mətn çox praktik bir sahəyə keçid edir. Hə, artıq birbaşa əməliyyatlara başlayır. Yəni artıq abstrakt inanclar deyil, cəmiyyətin təməl daşlarına, xüsusilə də mədəni və hüquqi yalanları sarsıtmağa başlayır. Mətn 3 spesifik məsələni hədəf alır. 2 ürək metaforası, qəribə bir boşanma adəti və övladlığa götürmə məsələsi. Bəli, bu üçü çox vacib sütundur o dövr üçün. Səmimi deyim, o boşanma adəti. Yəni kişilərin öz arvadlarına durduğu yerdə sən mənə anam kimsən deməsi mənə biraz qəribə gəldi. Bu, nəsə spesifik bir tarixi şeydir, yoxsa bunun arxasında daha böyük bir manipulativ motiv var? Yəni bu, o dövrün ən qəddar qadınları ən çox əzən sosial kəşflərindən biridir əslində. Buna ərəb cəmiyyətində zihar deyirdilər. Zihar. Hə, zihar. Gəl bunu sənin üçün və bizi dinləyənlər üçün biraz açaq, çünki bu mətnin niyə belə inqilabi olduğunu başqa cür anlaya bilmərik. O vaxt bir kişi arvadına qəzəblənəndə onu sadəcə boşayıb azad buraxmaq əvəzinə bir söz oyunu edirdi. Deyirdi ki, sən mənim üçün anamın kürəyi kimsən? Yəni anam qədər haramsan mənə demək istəyir. Ay sağ ol. Və bu ifadə nəticəsində bilirsən nə baş verirdi? Qadın artıq hüquqi cəhətdən o kişinin həyat yoldaşı sayılmırdı, yəni kişi ona yaxınlaşmırdı, amma boşanmış da sayılmırdı. Bir dəqiqə, yəni qadın asılı vəziyyətdə qalırdı. Gedib başqası ilə evlənə bilmirdi. Qətiyyən evlənə bilməzdi. Ortada havada belə asılı qalırdı. Nə dul idi, nə də evli. Kişilər bunu qadınları cəzalandırmaq, onları həm psixoloji, həm də iqtisadi girovda saxlamaq üçün bir silah kimi istifadə edirdilər. Vay, bu ki dəhşətdir. Deməli, cəmiyyət sadəcə bir cümlə ilə, primitiv bir söz oyunuyla qadının bütün azadlığını və həyatını əlindən alırdı. Tamamilə. Və ilahi rəhbərlik, yəni o vəhyi gəlib cəmiyyətin düz mərkəzinə bu həqiqəti çırpır ki, sizin ağzınızdan çıxan sözlər reallığı dəyişmir. Bir qadına sən mənim anam kimisən deməklə o sənin bioloji anana çevrilmir. Çox məntiqlidir, yəni sözlə biologiya dəyişmir. Təbii ki, bu cəfəngiyatdır. İlahi rəhbərlik açıqca bəyan edir ki, obyektiv reallıq insanların manipulativ adətlərindən həmişə üstündür. Bu həqiqətən də insanı heyrətləndirir, çünki eyni yanaşmanı biz mənbədəki o evladlığa götürmə hissəsində də görürük. Mətn açıq şəkildə deyir ki, sizin evladlığa götürdüyünüz uşaqlar sizin bioloji övladlarınız deyil. Onları öz əsl atalarının adıyla çağırın. Çünki ədalət budur.
Bəli, bu da eyni kökdən gələn problemdir. Bəs yaxşı, insanlar uşağı onsuz da sevirsə, ona öz evini verirsə, niyə onu öz qanındanmış kimi göstərməyə belə böyük bir problem idi o dövrdə? Yəni, niyə ilahi vəhiy buna belə sərt, bir mənalı müdaxilə etməli oldu? Çünki bax, qədim qəbilə sistemində övladlığa götürmək müasir dövrdəki kimi kimsəsiz bir uşağa isti yuva vermək məqsədi daşımırdı. Biz indi fərqli düşünürük, amma o vaxt bu daha çox siyasi, iqtisadi və hərbi bir gediş idi. Necə yəni? Hərbi gediş, siyasi ittifaq qururdular uşaqlarına. Ay sağ ol. Güclü qəbilə başçıları başqa qəbilələrdən gənc, güclü oğlanları övladlığa götürür, onlara sanki öz qanındanmış kimi miras hüququ verir və qarşılığında onlardan mütləq hərbi və siyasi sadiqlik alırdı. Yəni bir növ özlərinə sadiq ordu, güc yığırdılar. Bəli, amma bu nəyə gətirib çıxarırdı? Bu saxta qohumluq əlaqələri təbii, yəni bioloji ailələrin irs və miras hüquqlarını qəddar şəkildə pozurdu. Daha da betəri, cəmiyyətin ən mühüm təməli olan ailə anlayışı manipulyasiya alətinə çevrilirdi. Yəni zəngin adamlar hüququ pulla və ya güclə yenidən yazırdılar. Tam olaraq belə. Mətin isə deyir ki, bir dəqiqə dayanın. Sevgi başqadır, himayə etmək başqadır, amma biologiya, nəsəb, həqiqət başqadır. Siz o uşağı baxa bilərsiniz, yəni ataları bilinmirsə, mətnə görə onlar sizin dində qardaşınızdır, dostunuzdur, amma onları bioloji övladınız adlandırmayın. Ədalət həqiqətə əsaslanmalıdır, sizin öz mənfəətiniz üçün uydurduğunuz sosial illüziyalara yox. Çox aydındır. Deməli, hər iki misalda, yəni həm qadını zorla anaya çevirmək, həm də tamamilə yad bir adamı qan qohumuna çevirmək məsələsində mətnin hədəfi eynidir. Yalanı məhv etmək. İnsanların sırf şəxsi maraqları üçün uydurduğu illüziyaları sındırıb, yerinə obyektiv təbiət qanunlarını qaytarmaq. Mütləq. Reallığı bərpa etmək, bəli. Bəs o iki ürək məsələsi nədir? Mənbədə çox maraqlı belə poetik bir ifadə var idi. Deyir, Allah heç bir kişinin daxilində iki ürək yaratmayıb. Mən bunu oxuyanda düzü bir anlıq duruxdum. Niyə duruxdum? Çünki bir tərəfdən baxanda bu sadəcə anatomik bir faktdır da. Təbii ki, heç kimin iki ürəyi yoxdur. Amma digər tərəfdən elə bil mətn burada çox dərin, psixoloji bir metafora gizlədir. Səncə bu, insanın mənəvi baxımdan bölünməzliyinə, yəni ikiyə parçalana bilməməsinə işarə ola bilərmi? Sən inanırsan, məhz o düyün nöqtəsinə toxundun. Anatomiya burada sadəcə olaraq bir keçiddir, yəni bir körpüdür. Mətn deyir ki, bax, necə ki sizin bioloji olaraq sinənizdə iki ürəyiniz yoxdur və necə ki sizin bioloji olaraq yalnız bir əsl ananız var, sizin mənəviyyatınız, sadiqliyiniz də eyni dərəcədə tək və bölünməz olmalıdır. Yəni həm ora, həm bura işləmək olmaz. Ay sağ ol. O dövrün cəmiyyətində insanlar həm ilahi vəhyə inandıqlarını deyir, həm də o köhnə cahiliyyə adətlərini eyni vaxtda yaşatmağa çalışırdılar. Sanki iki fərqli həqiqətə eyni anda xidmət etmək, iki stulda eyni anda oturmaq istəyirdilər. Özü də bu adətlər bir-biri ilə tamamilə ziddiyyət təşkil edir axı. Bəli. Amma ilahi rəhbərlik çox net bir qayda qoyur. İnsanın daxilində eyni anda həm mütləq həqiqətə, həm də cəmiyyətin uydurduğu xurafata yer ola bilməz. Sadiqlik bütöv olmalıdır. İkiyə bölünə bilməz. Çox tələbkar səslənir, yəni sıfır tolerantlıq. Bəs belə bir radikal dəyişiklik fonunda insanların etdiyi səhvlərə nə olurdu? Axı, bu qədər dərin vərdişləri, 100 illərlə formalaşmış sözləri bir gündə kənara atmaq faktiki olaraq qeyri-mümkündür. Hə, insan psixologiyası buna dərhal hazır olmur. Mənbələri oxuyanda mənim diqqətimi çox önəmli bir detal cəlb etdi. Orada qeyd olunur ki, əgər keçmişdə yaxud dilinizin əzbəri olaraq səhvən bir şey demişsinizsə, yəni məsələn övladlığa götürdüyünüz uşağı köhnə vərdişlə yenə öz adınızla çağırmısınızsa, buna görə günah yoxdur. Önəmli olan qəlblərinizin nəyə qəsd etməsidir, yəni sırf niyyətinizdir. Allahın bağışlayan və rəhimli olduğu vurğulanır o hissədə. Məncə bu böyük bir fərq yaradır yanaşmada. Əlbəttə yaradır. Sən bayaq episodun əvvəlində soruşdun ha, niyə məhz bu vəhyə tabi olmalıdılar o səs-küyə yox? Bax, səbəblərdən biri də elə budur. Çünki ilahi rəhbərlik diktatura deyil. Hə, diktatura olsa birbaşa cəzalandırardı. Diktatura insanların xətalarını gözləyir ki, dərhal cəzalandırsın. İnsanların ağzından çıxan sözlərə ilişib onları məhv edir. Amma vəhy, o ilahi sistem bilir ki, cəmiyyət çox ağır bir transformasiya mərhələsindədir. Dil sürüşə bilər.
İnsan illərlə, bəlkə 10 illərlə öyrəşdiyi xitabı təsadüfən, istəmədən işlədə bilər. Yəni robot deyirlər axı. Təbii ki, mühüm olan sənin daxilindəki o tək ürəyinin, sənin əsl niyyətinin hara yönəlməsidir. Qəlbin o yeni reallığı qəbul edibsə, səhvlərin, o dil sürüşmələrin bağışlanır. Bax, əgər bu mərhəmət detalı olmasaydı, insanlar sadəcə qorxudan, terror əstiyinə görə tabe olardılar. O da ki, davamlı olmazdı. Tamamilə. Amma bağışlanma və niyyət faktoru onları daxildən inandırır, onları o yeni sistemə ürəkdən bağlayır. Aydındır. Mən elə gəlir ki, biz artıq prosesin ən qəliz yerinə, necə deyərlər, memarlığın tam formalaşdığı o təməl nöqtəyə gəlmişik. İndi gəl baxaq, əlimizdə nə var? Köhnə səs-küyü rədd etdik. Bəli, qulaqları bağladıq xurafata. Saxta evlilikləri, saxta analıqları təmizlədik. Saxta övladlıq bağlarını və yalançı hüquqi sadiqlikləri sildik. Yəni cəmiyyətin bütün köhnə o zəhərli yapışqanları təmizləndi. Bəs indi necə olacaq? Bu insanlar bir cəmiyyət olaraq bir-birinə necə bağlanacaqlar? İşığı yandırdıq, amma sanki otaq bomboşdur. Bax, indi otağı yeni və doğru mebellərlə doldurmaq vaxtıdır. Və bax burada mətn əlaqələri tamamilə yenidən təyin edir. Çox maraqlı bir keçid var orada. Deyir ki, Peyğəmbər inananlara onların özlərindən daha yaxındır. Və onun zövcələri də inananların analarıdır. Burada düşünürəm ki, bir dəqiqə, bəs bayaq deyirdi axı, insanın ancaq bir bioloji anası ola bilər, ağzınızdan çıxan sözlər reallığı dəyişmir, bəs indi niyə Peyğəmbərin zövcələri hamının anası elan olunur? Yəni bu açıq-aşkar bir ziddiyyət deyilmi? Yəni, kənardan baxanda bəli, elə görünə bilər, biraz paradoksal səslənir, amma əslində bu çox incə və möhtəşəm bir paradigma dəyişikliyidir. Bax, köhnə dövrdə kimsə kiməsə, sən mənim anam kimisən və ya sən mənim oğlumsan deyəndə, bunun dərhal çox ağır hüquqi nəticələri olurdu. Miras dəyişirdi, boşanma statusu dəyişirdi. Yəni, o cəmiyyət yalandan uydurduğu münasibətlərə maddi hüquqi güc verirdi. İnsanların həyatı ilə oynayırdılar da bir sözlə. Ay sağ ol. Mətnin rədd etdiyi buydu. Amma indi Peyğəmbərin zövcələrinin inananlara ana olması qətiyyən hüquqi bir məsələ deyil. Yəni onlardan kiməsə miras filan qalmır. Bu tamamilə alim mənəvi bir statusdur. Bu o qadınlara dərin bir ehtiram, cəmiyyət içində mənəvi bir toxunulmazlıq gətirir. İlahi rəhbərlik mənəvi qohumluqla hüquqi qohumluğun yerini tam şuurlu şəkildə fərqləndirir. Məncə indi başa düşürəm. Mənbənin o növbəti cümləsi var ha, o hər şeyi yerinə oturdur aslında. Çünki mətn o mənəvi bağlılığı qurduqdan dərhal sonra əlavə edir ki, Allahın kitabında qohumluq əlaqələri, yəni qan qohumları, möminlərdən və mühacirlərdən bir-birinə daha yaxındır. Yəni miras, irs və hüquqi məsuliyyətlər məsələsinə gəldikdə, qan bağı o mənəvi və ya siyasi qardaşlıqdan həmişə üstün tutulur. İstisna olaraq da yalnız dostlara edilən yaşlılıq, yəni vəsiyyət etmək haqqı saxlanılır. Tamamilə düzgün bir analizdir. Burada mənim beynimdə yaranan şəkli istəyirəm səndən bölüşüm. Gör bu bənzətmə işləyirmi? Yəni bu eynilə kosmosda gravitasiyanın yenidən tənzimlənməsinə bənzəyir. Təsəvvür et ki, yeni cəmiyyət elə bir günəş sistemidir. Peyğəmbər və ilahi vəhi mərkəzdəki o nəhəng günəşdir. Mətninin dediyi kimi, o sənə özündən də yaxındır. Bütün sistem o günəşin mənəvi cazibəsi ilə ayaqda qalır, dağılmır. Böyük gravitasiya mərkəzidir. Amma, lakin mikrosəviyyədə sən bir planet olaraq öz ətrafında fırlanan peyklərə, yəni qan qohumlarına və bioloji ailənə ən güclü şəkildə bağlısan. İnancına görə qurduğun dostluqlar, digər möminlər və ya mühacirlərlə əlaqələrin vacibdir, amma miras və hüquqi cazibə məsələsində sənin qan qohumların sənə daha yaxındır. Yəni, ilahi sistem bu iki cazibəni, həm o böyük mənəvi nüvəni, həm də təbii qan qohumluğunu bir-biri ilə toqquşdurmadan necə də mükəmməl balanslaşdırır. Valla sənin bu gravitasiya bənzətmən məsələnin bütün o incə arxitekturasını tam izah edir. Və sən orada bir qrupun mühacirlərin adını çəkdin. Mənbədə xüsusi vurğulanmışdı onlar. Bax, bu balansı anlamaq üçün o detalı mühacirlərin kimliyini bilmək şərtdir. Mühacirlər kimidir? Onlar inancları uğruna, o tapdıqları mütləq həqiqət uğruna Məkkədəki bioloji qohumlarını, isti evlərini tərk edib Mədinəyə gələn insanlar idi.
İlkin mərhələdə bu insanlar bir-birinə qan qohumlarından belə daha yaxın idilər, hətta fədakarlıq edib bir-birinə mirasçı olmuşdular. Çünki başqa çarələri yox idi yəqin ki. Bəli, yaşamaq, o fırtınada sağ qalmaq, ayaqda durmaq üçün bu vacib idi. Amma cəmiyyət artıq formalaşıb, vəhyin işığı hər yeri aydınlatdıqdan sonra ilahi rəhbərlik o köklərə, təbii nizama yenidən geri dönür. İnsanlar inanc ətrafında birləşsə də, bioloji ailə hüceyrəsi bütün hüququn təməli olaraq yenidən təsdiqlənir. Deməli, ilahi rəhbərlik sadəcə xaosu dağıdan, hər şeyi alt-üst edən bir inqilab deyil. O həm də təbii nizamı bərpa edən, sənə öz əsl yerini, orbitini göstərən bir memarlıqdır. Çox heyrətamizdir. Yəni, sadəcə bu qısa mətin parçalarına baxaraq, nəhəng bir sivilizasiyanın hüququ və psixoloji kodlarının necə sökülüb, tam fərqli, sarsılmaz bir fundament üzərində yenidən yığıldığını görmək adamı həqiqətən valeh edir. Gəlin indi bu dərindən incələməmizi bir yerə yığaq, toparlayaq. Biz bugün ümumiyyətlə nələrdən danışdıq? Qısa bir xülasə yaxşı olar. Biz prosesin ən təməlindən başladıq. Yeni bir reallıq qurmaq üçün əvvəlcə ətrafımızdakı o qulaq batırıcı səs-küyü, bizi ancaq aşağı çəkən münafiqləri, yanlış məsləhətləri rədd etmək nə qədər vacib olduğunu gördük. O qaranlıq fırtınada uçan təyyarənin pilotu kimi yalnız və yalnız tək mütləq obyektiv mənbəyə, yəni vəhyə inanmaq lazım idi. İkinci mərhələ isə o təmizlənmə mərhələsi idi. Ay sağ ol. Daha sonra mətnin cəmiyyətdəki o çürük mədəni yalanları necə parçaladığını gördük. Zihar kimi qadını girov saxlayan o qəddar uydurma boşanmaları, sırf güc xatirinə uydurulan saxta övladlıq bağlarını necə ləğv etdiyini, mətn cəmiyyətin üzünə vurdu ki, sizin dilinizdən çıxan sözlər obyektiv reallığı qətiyyən dəyişdirmir. Və ən sonda o memarlıq gəldi. Ailə təməllərini bir yerdə qusursuz şəkildə tarazlayaraq yeni, dağılmaz bir arxitektura yaratdı. Sonda əldə etdiyimiz dərs ondan ibarətdir ki, istər bütöv bir cəmiyyət ol, istərsə də tək bir fərd. Həqiqəti olduğu kimi qəbul etmədən heç bir sağlam struktur qura bilməzsən, yalançı ənənələr bəlkə qısa müddətdə işmə yarayır, amma günün sonunda obyektiv reallıq həmişə qalib gəlir. İstər biologiya olsun, istər mənəvi həqiqət, ilahi rəhbərliyin sirri də məhz reallığı həm olduğu kimi sənə qəbul etdirməsində, həm də zəifliklərimizi bağışlaya biləcək qədər rəhəmli olmasındadır. Reallıq və yalançı ənənələr. Bizi dinləyənə, bəli, mən elə sənə səslənirəm. Bu məqamda istəyirəm ki, bir anlıq öz həyatına baxasan. Bugün burada müzakirə edib dəyişdirdiyimiz, yerinə yenisini qoyduğumuz bu qədim qaydalar bəlkə də sənə çox uzaq görünə bilər. Amma içindəki psixologiya tamamilə bugünə aiddir. İcazə ver, bu mətnlərdən çıxan başqa bir böyük ideya ilə sağollaşım səninlə. Buyur, eşidirik. Mənbələrdə mənim ən çox diqqətimi çəkən o ifadəni xatırlayırsan, köhnə cəmiyyətin uydurduğu o saxta qohumluqlar və adətlər barəsində mətin belə deyirdi, bunlar sadəcə sizin ağzınızdan çıxan, dilinizdə dolaşan sözlərdir. Diqqət et, o dövrün insanları bu boş sözlərdən bütöv bir sosial reallıq, hüquq, sinfi fərqlər qura bilmişdilər. Amma obyektiv bir həqiqət gələn kimi, o sarsılmaz görünən reallığın əslində sadəcə havaya deyilmiş səsdən ibarət olduğu tam çılpaqlığı ilə üzə çıxdı. İndi gəl bugünkü, yəni müasir həyatımızı bir düşünək. Biz hal-hazırda virtual reallıqların, sosial şəbəkə profillərinin, uydurulmuş sosial statusların və mürəkkəb iqtisadi illüziyaların tam mərkəzində yaşayırıq. Bizim uğur adlandırdığımız, belə böyük dəyər verdiyimiz, bəzən uğrunda sevdiklərimizi belə fəda etdiyimiz reallıqların çoxu əslində sadəcə bizim ağzımızdan çıxan sözlər, Instagramda yaratdığımız o yalançı imiclər, bizim özümüzün uydurub sonra da kör-körənə inandığımız saxta qaydalardır. İndi özünə bir sual ver. Sənin həyatının mərkəzinə qoyduğun o ən sarsılmaz həqiqətlərin neçəsi doğrudan da dəqiq, obyektiv cihazların göstərdiyi məlumatdır və neçəsi sadəcə qəzaya doğru gedən sərnişinlərin o panik içində qışqırdığı səs-küydür. Bir gün mütləq həqiqətlə, bütöv bir mənzərə ilə üz-üzə gələndə sənin bu illüziyaların uçub gedəcək, yoxsa ayaqda qalacaq? Bax, bu sual ətrafında doğrudan da düşünməyə dəyər. Növbəti görüşlərə qədər.